Salam, bugün sizinlə 8 iyul 2023-cü ildə Dövlət İmtahan Mərkəzinin keçirdiyi 3-cü qrup qəbul imtahanının Azərbaycan dili suallarının izahına baxacağıq. İndi isə izahlarımıza keçək. Deməli uşaqlar, birinci sualın izahına baxaraq. Uyğunluğu müəyyən edin. Vurğusu birinci hecadadır, vurğusu ikinci hecadadır, vurğusu üçüncü hecadadır. İndi sözlərimizə baxaq. Miqrasiya, parametr, qəhqəhə, natamam və kompleks sözləri. İndi baxaq. Baxın. Miqrasiya sözünü tələffüz edərkən miqrasiya, baxın, vurğu aya düşür, yəni ikinci hecaya düşür. Parametr ikinci hecaya düşür. Qəhqəhə, baxın, üçüncü hecaya düşür. Natamam üçüncü hecaya düşür. Kompleks birinci hecaya vurğu düşəcək. Deməli, cavabımız nə olacaq? Vurğusu, baxın, qeyd eləyək. 1, 2, 3. Birinci hecada olanlar Y, 1-ə Y. İkinci hecada olanlar A, B. Üçüncü hecada olanlar isə C və D. Cavabımız olacaq D bəndi. İkinci sualımızın izahına baxaq. Amma izaha baxmazdan əvvəl bir qaydanı yadımıza salaq. Deməli, burada bizə şərtdə deyir ki, isə köməkçi sözü ilə işlənmiş fe'lərdən ibarətdir hansı sıra? Deməli, biz burada isə hissəcinin işlənmiş sözü tapacağıq. Amma bundan əlavə gəlin bir qaydanı yadımıza salaq. Biz bilirik ki, idi, imiş, isə hissəcikləri idi, imiş, isə hissəciklərini fe'lin şüudi keçmiş zaman, bax, idi hissəciyini şüudi keçmiş zamanla, imiş hissəciyini nəqli keçmiş zamanla, isə hissəciyini sa-sər şərt şəkli ilə qarışdırırıq. Bunu necə fərqləndirək? Deməli, ilk öncə hissəciklərə baxaq. Hissəciklər fe'lin deməli, zaman şəkilçilərindən zaman və şəkil şəkilçilərindən sonra qoşulur. Yəni, hissəciklər bunlardan sonra qoşulur. Amma zaman şəkilçiləri birbaşa fe'lin başlanğıc formasına və kökünə qoşulur. Deməli, fe'lin başlanğıc formasına və kökünə qoşulanlar hansılar oldu? Zaman şəkilçiləri. Amma hissəciklər heç zaman, heç vaxt birbaşa fe'lin başlanğıc formasına və kökünə qoşula bilmir. Yəni, hissəciklərdən əvvəl ya zaman şəkilçisi olmalıdır, ya da ki, şəkil şəkilçisi olmalıdır. Bundan əlavə bunları fərqləndirmək üçün başqa bir yöntəmdə deyək. Əgər hissəciklər heç bir zaman vurğu qəbul etmir. Yəni, vurğusuzdur bunlar. Başqa bir qeyd kimi qeyd edə bilərik ki, əgər biz bilmirik, məsələn, burada sözdə isə hissəcidir, yoxsa sa-sər şərt şəklidir. Bunu necə fərqləndirək? Bir söz götürək. Məsələn, elə sualımızdakı sözlərdən götürsək, oxunsa sözü, məsələn, oxunsa sözünü götürsək, oxunsa. Həmin bu isə hissəcik ya şərt şəklidir qarışdırdığımız hissəcikdən əvvələ, sözün əvvələ maq şəkilçisini artırın. Baxın, maq şəkilçisini artırın. Əgər maq şəkilçisini artıra biliriksə, məsdəri artıra biliriksə, bu olacaq şərt şəkli. Əgər yox, artıra bilmiriksə, olacaq isə hissəcik. Məsələn, burada artıra bildik. Oxunmaq artıra bildik, deməli olacaq şərt şəkli. Başqa bir nümunə qeyd eləyək. Məsələn, oxuyurdu sözünü qeyd eləsək. Baxın, dudan əvvələ maq məsdəri artıraq.
Oxuyurmaq, baxın, oxuyurmaq demək olmur. Deməli, buradakı du olacaq nə? Hissəcik. Hissəcik. Artırmaq olmursa hissəcik olur. Artırmaq olursa şəkil şəkilçisi olur. Və yadımızda saxlayaq ki, bir feildə iki hissəcik və yaxud da iki şəkil işlənmir, yəni bir feilin tərkibində. İndi baxaq variantlara. Hansı sıra isə hissəciyi? Baxın, isə hissəciyi feillərdən ibarətdir. Baxırsansa, bunları kök və şəkilçi ayıraq hər birini. Baxırsansa sözünü kök və şəkilçi ayırsaq, bax sözün kökü ır olacaq indiki zaman, san baxırsan şəxs sonluğu, sa da burada olacaq nə? İsə hissəciyi. Baxın, zaman şəkilçisi var burada. Zaman şəkilçisindən sonra artırılıb. Deməli, bu olacaq isə hissəciyi. Almalıyamsa, al sözün kökü. Malı məli olacaq vacib şəkli. Yığ bitişdirici samit. Am burada olacaq şəxs sonluğu. Sa da olacaq isə hissəciyi. Baxın, şəkil şəkilçisindən sonra artırılıb. Deməli, olacaq isə hissəciyi. Gedilsə, get sözün kökü. İl leksik şəkilçi. Sə də burada olacaq nə? Şərt şəkli. Baxın, sədən əvvəl maq artıra bilirik. Gedilmək, baxın, gedilmək. Maq artıra biliriksə olacaq şərt şəkli. Cavabımız A bəndi olmur. Ağartmışsansa, ağ sözün kökü ağarmaq, ağartmış, burada olacaq imiş, mış burada olacaq zaman şəkilçisi, san olacaq burada şəxs sonluğu, sa isə olacaq isə hissəciyi. Baxın, zaman şəkilçisindən sonra artırılıb eşitdiksə, baxın, burada eşitmək sözün kökü, eşitdi burada olacaq şüudi keçmiş zaman, ki olacaq şəxs sonluğu, sə isə olacaq isə hissəciyi. Baxın, zaman şəkilçisindən sonra işlənib. Gələrsə, gəl sözün kökü, əl olacaq burada qeyri qəti gələcək zaman, sə isə olacaq isə hissəciyi. Zaman şəkilçisindən sonra işlənib. Cavabımız olacaq B bəndi. Görsələr, gör sözün kökü, görsə olacaq şərt şəkli. Baxın, feilin birbaşa başlanğıc formasına və kökünə qoşulub. Başlanğıc formasına və kökünə qoşulursa olacaq şərt şəkli. Susamışdı. Baxın, burada sa yoxdur. Yazacaqlarsa aca gəcək zaman şəkilçisindən sonra artırılıb, deməli olacaq isə. Qaçırsansa, baxın, zaman şəkilçisindən sonra artırılıb olacaq isə. Oxunsa, baxın, başlanğıc formaya artırılıb olacaq sa şərt şəkli. Pozdursa, başlanğıc formaya artırılıb olacaq şərt şəkli. Yüyürsə, başlanğıc formaya artırılıb olacaq şərt şəkli. İşləyəsiyəm. Baxın, burada asi əsi vacib şəkli. Yəni, burada qarışdırmayın. İsə hissəciyi deyil, vacib şəklidir burada. Vacib yox, xeyr. Lazım şəkli. Asi lazım şəklidir. Dinləsə, burada başlanğıc formaya qoşulub. Başlanğıc formaya qoşulubsa olacaq şərt şəkli. Cavabımız olacaq B bəndi. Deməli, indi 3-cü sualımıza baxaq. Nümunələrin birində leksik norma pozulmuşdur. Baxın, bizə leksik normanı soruşur. Deməli, leksik normanın tələbi nə idi? Leksik normanın əsas tələbi sözlərin mənasına düzgün bələd olmağı və onu düzgün yerində işlətmək. Yəni, leksik normanın əsas tələbi budur. İndi baxaq variantlara. Alçaq daxmaların yerində gövdələnlər ucalmışdır. Burada heç bir leksik norma pozuntusu yoxdur. Doğrudur bu. Yağış damcıları günəşin şüaları altında bərq vururlardı. Baxın, burada vururlardı sözünə diqqət edək. Burada şəkilçilər ardıcıllığı səhvdir. Amma bu leksik normanın pozuntusu yox, olacaq qrammatik normanın pozulma halı. Muzeydə Şəhriyarın şəxsi əşyaları nümayiş etdirilirdi. Nümayiş burada doğrudur. Muzeydə Şəhriyarın şəxsi əşyaları nümayiş etdirilir. Bunda heç bir norma pozuntusu yoxdur. Məşhur xanəndə
Məşhur xanəndə Cabbar Qaryağdıoğlu gələrmiş kəndimizə o vaxtlar tez-tez. Burada inversiya görürük. İnversiya olanda bizim qrammatik normamız pozulur. Leksik norma pozuntusu yoxdur, yəni. Yeni tamaşanın birinci premyerası sentyabrda olacaq. Baxın uşaqlar, burada birinci sözü və premyera sözü. Premyera sözünün mənası ilk, yəni ilk tamaşa mənasına gəlir və burada birinci artıq burada əlavə işlənmiş olur. Cavabımız olacaq Y bəndi. Uşaqlar, indi digər sualın izahına baxaq. Əlavə hansı cümlədə isimlə ifadə olunmuş yer zərfliyinə aiddir? Baxın, bizə iki şərt qoyulub burada. İsimlə ifadə olunsun və yer zərfliyinə aid olsun. Öncə baxaq əlavə. Əlavə nə idi? Əlavənin qaydasını yadımıza salaq. Deməli, əlavə aid olduğu üzvün mənasını konkretləşdirən və söz birləşməsi ilə ifadə olunan birləşmələrə əlavə deyilir. Baxaq indi variantlara. Bizdə evimizdə qonaqla çox hörmətlə qarşıladılar. Baxın, burada doğrudur. Yer zərfliyinə aiddir. Amma baxırıq, birinci şərtimizə baxırıq. İsimlə ifadə olunubmu? Bizdə sözünə baxaq. Bizdə sözünün olacaq hansı nitq hissəsi? Əvəzlik. Yəni isim deyil, əvəzlikdir. Onun üçün A bəndini çıxırıq. Aşağıda klubun yanında cəmaət toplaşmışdı. Burada baxırıq yer zərfliyinə aiddir. Doğrudur, aşağı yer zərfliyinə aiddir. Amma baxırıq aşağı hansı nitq hissəsidir? Aşağı zərfdir. Yəni isim deyil. B-ni çıxırıq. Sabah avqustun 20-sində tərəflər görüşəcəklər. Burada da sabah olacaq yer zərfi yox. Olacaq burada zaman zərfliyi. Yəni 13-cü C-ni çıxırıq. Həm də sabah isim deyil, zərfdir. Hər iki şərtimizi pozur. Anam kəndimizə su qovşana getdi. Baxın uşaqlar, kəndimizə sözü olacaq nə? İsim birinci şərtimizi ödədi. Baxırıq indi yer zərfliyidirmi? Anam kəndimizə. Baxın, haraya? Kəndimizə. Yer zərfliyidir, doğrudur. Cavabımız olacaq D bəndi. Bugün geriyə. Baxın, geri. Doğrudur, yer zərfliyi ilə ifadə olunub. Ancaq geri hansı nitq hissəsidir? Geri isim deyil, olacaq zərf. Digər sualın izahına baxaq uşaqlar. Deməli, şərtdə bizdən deyilir ki, Hidayətin arzusu tələbə olmaqdır. Ona görə də səylə çalışır cümləsi haqqında fikirlərdən biri səhvdir. Baxın, səhv fikri müəyyənləşdirin. Deməli, budaq cümlə əvvəl, baş cümlə sonra işlənmişdir. Baxaq, ona görə də bağlayıcının hansı növünə aiddir? Səbəb bağlayıcısı. Səbəb bağlayıcısı varsa, birinci olacaq baş cümlə, sonra isə budaq cümlə gəlir. Deməli, amma bizə deyir ki, budaq cümlə əvvəl, baş cümlə sonra. Deməli, yanlış cavabımız olacaq A bəndi. Digər variantlara da baxaq. Baş cümlə mübtəda və xəbərdən ibarətdir. Baxaq. Hidayətin arzusu tələbə olmaqdır. Baxın, tələbə olmaqdır bir yerdə olacaq xəbər. Nə? Hidayətin arzusu. Hidayətin arzusu. Baxın, üçüncü növ təyini söz birləşməsi olduğu üçün parçalanmadan bir yerdə təhlil olunur. Deməli, B bəndi doğrudur. Baş cümlə ismi xəbərlidir. Baxaq, tələbə olmaqdır. Baxın, məstərlə ifadə olunub və ismi xəbərdən məstərlə ifadə olunub və ismi xəbərdir. Bu doğrudur. Budaq cümlə baş cümləyə səbəb bağlayıcısı ilə bağlanmışdır. Bu doğrudur. Budaq cümlənin xəbəri indiki zamandadır. Baxaq indi də buna. Budaq cümlənin xəbəri indiki zamandadır. Baxın, çalışır sözündə ır indiki zaman şəkilçisidir. Bir qeyd də deyək sizə uşaqlar. Deməli, baş və budaq cümlənin yeri haqqında. Bağlayıcılardan, baxın, bağlayıcılardan səbəb və aydınlaşdırma bağlayıcıları. Səbəb, aydınlaşdırma bağlayıcıları işlənərsə birinci baş cümlə, sonra isə budaq cümlə işlənir. Yox əgər
Birinci, şərt və güzəşt bağlayıcılar işlənərsə, şərt, güzəşt. İşlənərsə birinci budaq, sonra isə baş cümlə işlənir. İndi digər sualın izahına baxaq. Cümlələr haqqında biri yanlışdır. Yanlış fikri göstərin deyir bizə. Nə qədər çağırdım, cavab ala bilmədim. Çox çağırdım, ancaq cavab vermədi. İndi baxaq bunların tabeli yaxud tabelsiz və yaxud da sadə cümlə olduğuna baxaq. Nə qədər çağırdımsa, baxın, sanı əlavə eləyə bilirəm bura. Sanı əlavə eləyə bilirəmsə, deməli bu olacaq. Necə cümlə? Tabeli mürəkkəb cümlə. Çox çağırdım, ancaq cavab vermədi. Bu da olacaq tabelsiz mürəkkəb cümlə. Tabelsiz. Burada baxın, çox çağırdım, sa əlavə etmək olmur. Onun üçün olacaq tabelsiz mürəkkəb cümlə. İndi baxaq. Hər iki A-bəndə hər iki nümunədə müəyyən şəxsi cümlə işlənmişdir. Baxın, müəyyən şəxsi cümlə mübtədası olsun. Baxın, çağırdım, kim? Mən. Mübtədası var, buraxılıb sadəcə. Cavab ala bilmədim, kim? Mən. Mübtədası buraxılıb. Çox çağırdım, kim? Mən. Cavab vermədi, kim? O. Mübtədası buraxılıb və müəyyən şəxsi cümlədir. Bu doğrudur, A-nı çıxırıq. Hər iki cümlədə mübtədalar buraxılmışdı, doğrudur. B-ni çıxdıq. Tabeli, biri tabeli, digəri tabelsiz mürəkkəb cümlədir. Bu da doğrudur. Quruluşuna görə mürəkkəb cümlələrdir. Doğrudur. Biri tabeli mürəkkəb cümlə, digəri tabelsiz mürəkkəb cümlə. Hər ikisi tabeli mürəkkəb cümlədir. Bu yanlışdır. Cavabımız oldu Y bəndi. Digər sualın izahına keçək uşaqlar. Deməli, hansı cümlələrdə həm modal söz, həm də fe'li sifət tərkibi işlənmişdir. Baxın, fe'li sifət tərkibi. Modal söz və fe'li sifət tərkibi. Baxaq indi. Fədakarlığın nə demək olduğunu soruşsaydılar, bəlkə də mən cavab verə bilməzdim. Baxın, modal söz işlənib, bəlkə də modal sözü. Baxaq, fe'li sifət tərkibi işlənibmi? Soruşsaydılar, nəyi? Fədakarlığın nə demək olduğunu. Baxın, nəyi? Burada olacaq hamısı bir yerdə. Tamamlıq. Fe'li sifət burada özündən əvvəl sözlər yığıb və tərkib əmələ gətirib. Biri götürdük. Tələsdiyim üçün təəssüf ki, ondan kəndlərin adını soruşmadım. Baxın, təəssüf ki, modal sözü işlənib. Amma baxaq, fe'li sifət tərkibi işlənibmi? Fe'li sifət işlənib, doğrudur. Amma fe'li sifət burada tərkib yaratmayıb. İkini çıxdıq. Nəhayət həkimlə Həqiqət xanım öz aralarında danışıb məsləhətləşdilər. Nəhayət modal sözü işlənib. Amma burada fe'li sifət tərkibi yoxdur. 3-ü çıxdıq. Sanki səadətini başqasının bədbəxtliyi üzərində quran adam bu deyildi. Baxın, sanki modal sözdür. Fe'li sifət tərkibinə baxaq. Adam, hansı adam? Səadətini başqasının bədbəxtliyi üzərində quran adam. Baxın, an fe'li sifət çəkilisi özündən əvvəl sözlər yığıb və tərkib əmələ gətirib. Buradan sanki sualdan əlavə baxın, sanki sözünə baxsaq, sanki modal sözü. Sanki modal sözü ilə bağlı bizim hansı qaydamız var idi? Yəni, bunlar modal sözün hansı növünə aiddir? Bənzətmə bildirən modal sözlər. Və biz demişik ki, bənzətmə bildirən modal sözlərdən sonra virgül işarəsi qoyulmur. Amma digər modal sözlərdə demişik ki, əgər modal söz əvvəldə gələrsə ondan sonra virgül qoyulur. Ortada gələrsə hər iki tərəfindən virgül qoyulur. Sonda gələrsə özündən əvvəl virgül qoyulur. Digər sualın izahına keçək. Uyğunluğu müəyyən edin. Hərəkətin subyekt və obyekti məlumdur. Deməli, məlumdursa olacaq məlum növ. Hərəkətin subyekti məlum deyil. Olacaq məchul növ. Subyekt hərəkəti öz üzərində icra edir. Baxın, öz üzərində icra edirsə olacaq qayıdış növ. İndi baxaq cümlələrə. O bir sıra elmi əsərlərini xaricdə yazmışdır. Baxın, hərəkətin obyekti və subyekti məlumdur. Bu olacaq məlum növ. Məlum. Deməli, 1-ə A. Kəndi bürüyən duman
çox gec çəkildi. Baxın, çəkildi. Duman hərəkəti öz üzərində icra edir. Bu olacaq qayıdış növ, həm də qayıdış növün şəkilçisi. Baxın, il burada qayıdış növün şəkilçisidir. Onun sözlərinə əhəmiyyət verilmədi. Əhəmiyyət verilmədi. Bu olacaq məchul növ. İnşaatçılar məktəb binasını təmir etdilər. Baxın, həm subyekt, həm də obyekt məlumdur. Hər ikisi məlum olduğu üçün olacaq məlum növ. Quzular qeyri-ixtiyari irəli atılırlar. Baxın, hərəkət öz üzərində icra olunur. Olacaq bu da qayıdış növ. Deməli, cavabımız olacaq 1 A və D, 2C, 3B, Y. D bəndi. Nümunələrlə bağlı verilmiş fikirlərdən biri doğrudur. Baxın, doğru fikri soruşur bizdən. Baxaq, tikinti, inanc, yerləncək, qazanc və daraq sözləri. Müxtəlif nitq hissələrinə aid sözlərdir. Baxın, tikinti nə isim, inanc nə isim, yerləncək nə sualına cavab verir? İsimdir. Qazanc nə sualına cavab verir? İsimdir. Daraq nə sualına cavab verir? İsimdir. Deməli, bütün sözlər nitq hissəsi olaraq eyni oldu, isim oldu. A-nı çıxdıq. Çünki bizdən doğru variantı soruşur. Bütün şəxslər üzrə xəbərlik şəkilçiləri qəbul etmir. Bu qalsın. Sadə feillərdən düzəlmişdir. Baxın, bunu kök və şəkilçiyə ayırsaq sözlərimizi. Tikinti sözünü kök və şəkilçiyə ayırsaq, tik feili, inti leksik şəkilçi düzəltmə oldu. İnanc sözü, inanmaq feili, inanc düzəltmə oldu. Yəni, düzəltmə sözdür, leksik şəkilçi qəbul edib. Yerləncək sözünü yel ismindən yelləmək, yellənmək, yelləncək düzəltmədir. Qazanc sözü qazanmaqdan qazanc isim yarandı. Daraq ismi də dara feilindən daraq ismi yarandı. Deməli, sadə feillərdən düzəlmişdir. Bu yanlışdır. Çünki baxın, yerləncək sözü düzəltmə feildən düzəlmişdir. C-ni çıxırıq. Sualları fərqlidir. Bu yanlışdır. Çünki bayaq hamısı, yəni bütün sözlər nə sualına cavab verir? D-ni çıxdıq. Mücərrəd isimlərdir. Bu da yanlışdır. Yerləncək burada olacaq. Konkret isim, daraq da olacaq. Konkret isim. İndi baxaq B bəndinə. Cavabımız B bəndi olur. Burada baxın. Bütün şəxslər üzrə, bütün sözünə diqqət edirik. Bütün şəxslər üzrə xəbərlik şəkilçiləri qəbul etmir. Bu doğrudur. Məsələn, mən qazancam, baxın. Əgər birinci şəxsin təkini qoysaq, mən, baxın, demək olmur. Deməli, bütün şəxslər üzrə xəbərlik şəkilçisi qəbul etmir. Bu bizim doğru cavabımızdır. Digər sualın izahına baxaq. Zərfin quruluşca hər üç növünə aid nümunə hansı cümlədədir? Baxın, hər üç növü, yəni sadə, düzəltmə və mürəkkəb zərfi tapaq. Yavaş-yavaş özümü toplayıb irəliyə doğru getməyə başladım. Burada yavaş-yavaş sözü zərfdir və bu olacaq mürəkkəb zərf. Özümü toplayıb irəliyə, baxın, irəli sözünün kökü, irəliyə, burada olacaq yönlük hal şəkilçisi. Bu da olacaq sadə zərfimiz. Amma baxırıq, düzəltmə zərfimiz yoxdur. Onun üçün A bəndini çıxırıq. Mən həmişə inanırdım ki, əvvəl-axır biz cıdır düzünə qayıdacağıq. Burada həmişə olacaq sadə zərfimiz. Əvvəl-axır bu olacaq mürəkkəb zərfimiz. Amma düzəltmə zərfimiz yoxdur. Onun üçün B bəndində çıxdıq. Axşam dəniz kənarında oxuya-oxuya gəzərkən birdən suyun üzündə ilan gördüm. Baxın, axşam olacaq nə zaman? Sadə zərfimiz, sadə. Dəniz kənarında oxuya-oxuya birdən də olacaq bir sözün kökü, dən də leksik şəkilçi. Düzəltmə zərfimiz, suyun üzündə ilan gördüm. Bunu da çıxdıq, çünki burada sadə və düzəltmə oldu, amma mürəkkəb zərfimiz yoxdur. Bu da oxuya-oxuya sizi çaşdıra bilər. Burada da zərf yox, bu da feili bağlama olacaq. Feili bağlama olduğunu hardan bilək? Əgər A-nı araqla əvəzləyə biliriksə, araq şəkilçisi ilə əvəzləyə biliriksə, bu olacaq feili bağlama. Yox, əgər əvəzləyə bilmiriksə, olacaq zərf. Baxın,
Axşam dəniz kənarında oxuyaraq gəzərkən birdən suyun üzündə ilan gördüm. Baxın, oxuyaraq gəzərkən araqla əvəzləyə bildik, olacaq feili bağlama. Deyə baxaq. Yağışda yazda Şuşaya tez-tez yağan yağışlar istirahətə gələn qonaqlara xoş gəlirdi. Yazda nə zaman? Yazda baxın, bu olacaq düzəltmə zərfimiz. Şuşaya tez-tez olacaq mürəkkəb zərfimiz, amma düzəltmə zərfimiz yoxdur. Onun üçün D-ni çıxırıq. Y-yə baxaq indi. Yayda doğmalarından ayrılmış, indi evinə dönən qoca birdən-birə kövrəldi. Yayda sözünün kök və şəkil çağırsaq, yay sözünün kökü da, leksik, şəkilçi, onun üçün yayda sözü olacaq düzəltmə. Doğmalarından ayrılmış, indi baxın, indi olacaq sadə zərfimiz. İndi evinə dönən qoca birdən-birə, baxın, birdən-birə də olacaq mürəkkəb zərfimiz. Cavabımız olacaq Y bəndi. Digər sualımızın izahına baxaq. Sözlərin mənalarına uyğun olan frazeoloji birləşmələri müəyyən edin. İnad etmək, məhv etmək, çaşıb qalmaq. İndi baxaq frazeoloji birləşmələrə. Külünü göyə sovurmaq. Bu olacaq məhv etmək. Deməli, 2-yə A. Kələfin ucunu itirmək, çaşıb qalmaq. 3-ə B. İki ayağını bir başmağa dirəmək. Bu inad etmək mənasına gəlir. Ağzına su alıb oturmaq. Bu heç birinə uyğun gəlmir. Ağzına su alıb oturmaq susmaq mənasında olur. Susmaq mənasında olur. Axırına çıxmaq isə olacaq məhv etmək mənasında. Cavabımız 1C, 2AE, 3B. 1C, 2A, 3B. Cavabımız olacaq C bəndi. Biliyi olub onu işlətməyən adam yeri şumlayıb toxum səpməyənə bənzəyir. Doğru fikirləri müəyyən edin. Deməli, birinci cümləni sintaktik təhlil edək. Nə edir? Bənzəyir. Bənzəyir burada olacaq xəbərimiz. Kim bənzəyir? Adam. Adam olacaq mübtəda. Hansı adam? Biliyi olub onu işlətməyən olacaq burada təyin. Bənzəyir xəbər. Adam mübtəda. Biliyi olub onu işlətməyən. Bu təyin tərkib əmələ gətirib fe'li sifət tərkib əmələ gətirib. Kimə bənzəyir? Yeri şumlayıb toxum səpməyənə bənzəyir. Burada isə fe'li sifət tərkib əmələ gətirib, amma bu dəfə tamamlıqdır. Baxaq. Xəbəri sadə fe'llə ifadə olunmuşdur. Baxaq. Bənzə sözün kökü yığıb bitişdirici i zaman şəkilçisi doğrudur. Sadə xəbərdir. Sadə fe'ldir, doğrudur. Biri götürdük. İkinci dərəcəli üzvlərin hamısı işlənmişdir. Hamısı işləməyib, çünki zərfliyimiz yoxdur. 2-ni çıxdıq. 3-də. Baxın, burada uşaqlar əslində mübtəda olmalıdırsa, cavabda səhv gedib. Təyin mübtəda tamamlıq xəbər sxeminə uyğundur. Doğrudur. 4-də baxaq. Cümlədəki ikinci dərəcəli üzvlər fe'li sifət tərkibi ilə ifadə olunmuşdur. Bu da doğrudur. Mübtəda ismi birləşmə ilə ifadə olunmuşdur. Yanlışdır. Çünki mübtəda adam sözü ilə ifadə olunur. Adam sözü də ismi birləşmə deyil. Cavabımız olacaq 1, 3, 4. 1, 3, 4 A bəndi. Digər sualımızın izahına baxaq. Nümunələrdəki bir sözü morfoloji baxımdan nədir? Morfoloji baxımdan, yəni hansı nitq hissəsi olduğunu seçirik. Bir stəkan çay içib düşdülər. Siz bir dayanın, əl saxlayın. Həyətdə bir yük maşını dayanmışdı. Sən bunun iştahasına bir bax. Deməli, cümlələrin hamısını oxuduq. İndi baxaq, hansı nitq hissəsi olduğuna. Baxın uşaqlar, bir sözü amonimlik xüsusiyyətinə malikdir. Baxaq, əgər ismdən əvvəl gələrsə, bu say olacaq. Baxın, birinci və üçüncü cümlələrə baxaq. Stəkan sözü isimdən əvvəl gəlibsə olacaq
say. Yük sözü isimdir. İsmin əvvəl gəlibsə olacaq say. Deməli 1 və 3-cü cümlələr oldu say. Say olduğunu başqa hardan bilək? Digər saylarla əvəzləyə biliriksə olacaq say. Baxın, 1 stəkan çay içib yola düşdülər. 1 sözünün əvəzinə başqa bir saylar, məsələn 5 stəkan çay içib yaxud da 3 stəkan çay içib yola düşdülər. Əvəzləyə biliriksə say olacaq. Digər cümlələrə baxsaq, siz bir dayanın, əl saxlayın. Sən bunun iştahasına bir bax. Buradakı bir sözlər isə olacaq ədat, yəni fikri qüvvətləndirmək xüsusiyyətinə malikdir. Olacaq ədat. Deməli 1, 3 say, 2, 4 ədat. 1, 3 say, 2, 4 ədat. Cavabımız A bəndi olur. Uşaqlar, indi bir qeyd eləyək sizə. Deməli, bir sözün amonimliyinə baxaq. Əslində izah edə amma bir də qeyd eləyək. Baxın, bir sözü ədat olur. Bir də olacaq say. Ədat olanda da uşaqlar, ədat olanda deməli əsas nəyə diqqət edirik? Cümlədə fikri qüvvətləndirir, yəni qüvvətləndirir. Amma say olanda sayın digər məna növləri ilə əvəzləyirik, yəni digər saylarla əvəzləyirik. Bundan əlavə ədatın tərkibində 2 məna növünə aiddir. Bir, həm qüvvətləndirici ədat olur, qüvvətlendirici, həm də məhdudlaşdırıcı ədat olur. Baxın, məhdudlaşdırıcı. İndi biz bilmirik, bir sözü cümlədə qüvvətləndirici ədat mıdır, yoxsa məhdudlaşdırıcı ədat mıdır? Bunu tapmaq üçün məhdudlaşdırıcı ədat olduğunu bir sözünü əvəz edirik ancaq sözü ilə, yalnız sözü ilə, bircə sözü ilə əvəzləyə biliriksə, deməli olacaq məhdudlaşdırıcı ədat. Yox, əgər əvəzləyə bilmiriksə, olacaq qüvvətləndirici ədat. Hansı tabisiz mürəkkəb cümlələrdə tərkib hissələrinin biri səbəb, digəri nəticə bildirir? Deməli, biz burada səbəb-nəticə mənə əlaqəli tabisiz mürəkkəb cümləni seçirik. Nəhayət şad xəbər gəldi, bütün qohumlar sevindilər. Bu doğrudur. Deməli, birinci tərəf olacaq səbəb, ikinci tərəf isə onun nəticəsi. Doğrudur. Səngərlər qazıldı, ağır silahlar yerləşdirildi. Bu ardıcıllıq məna əlaqəli tabisiz mürəkkəb cümlə olacaq. Sual kitabçalar paylandı, imtahan başladı. Bu da həmçinin ardıcıllıq olacaq. Nəticələri elan etdilər, Lamiyənin ürəyi sakitləşdi. Bu doğrudur, bu səbəb nəticə olacaq. Baxın, birinci tərəf səbəb, ikinci tərəf isə səbəbdən doğan nəticəni bildirir. Doğrudur. Göy şiddətlə güruldadı, uşaqlar bərk qorxdular. Burada isə, baxın, uşaqların qorxmağına səbəb nədir? Göyün şiddətlə güruldaması. Bu da olacaq səbəb-nəticə əlaqəli tabisiz mürəkkəb cümlə. Cavabımız olacaq 1, 4, 5. 1, 4, 5 C bəndi. Digər sualımızda deyilir ki, təyini ismi birləşmə ilə ifadə olunan cümlə hansıdır? Baxın, bizdən ismi birləşmə ilə ifadə olunmuş cümləni soruşur. Azərbaycan şairi Şah İsmayıl Xətai Səfəvilər dövlətinin əsasını qoymuşdur. İndi bunu bir-bir sintaktik təhlil edək. Nə etmişdir? Səfəvilər dövlətinin əsasını qoymuşdur. Baxın, bir yerdə bu xəbər olur. Çünki əsasını qoymaq frazeoloji birləşmədir. Baxın, Səfəvilər dövləti ikinci növ tənis söz birləşməsidir. Sadəcə Səfəvilər dövlətinin əsası üçüncü növ tənis söz birləşməsi olduğu üçün hamısı bir yerdə olacaq. Frazeoloji birləşmənin tərkibində olur. Olacaq. Bu hamısı bir yerdə xəbərimiz. Kim Səfəvilər dövlətinin əsasını qoymuşdur? Şah İsmayıl Xətai.
olacaq mürəkkəb adla ifadə olunmuş mübtəda. Hansı? Şah İsmayıl Xətai. Baxın, Azərbaycan şairi. Olacaq bu təyin. Təyin ifadə olunub. İkinci növ təyini söz birləşməsi ilə, yəni ismi birləşmə ilə ifadə olunub. Cavabımız A bəndi olur. Digər variantlara da baxaq. Dəmir parçasından iki kötan düzəltdilər. Baxın, burada iki sözü sayla ifadə olunub. Nə etdilər? Düzəltdilər. Nəyi düzəltdilər? Baxın, kötan. Nə düzəltdilər? Kötan. Olacaq burada tamamlıq. Nədən? Dəmir parçasından. Tamamlıq. Sadəcə burada təyin sayla ifadə olunub. Hazır cavab adam söz tapmaqda çətinlik çəkməz. Nə etməz çətinlik çəkməz? Kim? Adam. Hansı adam? Hazır cavab adam. Burada sifətlə ifadə olunub. Çıxırıq. Həmişə deyib danışan Nurəddin indi məyus görünürdü. Nə edirdi? Görünürdü. Necə görünürdü? Məyus. Kim? Nurəddin. Hansı Nurəddin? Baxın, həmişə deyib danışan. Bu olacaq ismi birləşmə yox, fiili birləşmə. Deyin də çıxdıq. Məmməd Araz görkəmli Azərbaycan şairidir. Nədir Azərbaycan şairidir? Baxın, bu da ikinci növ təyini söz birləşməsi olduğu üçün bir yerdə təhlil olunur. Yəni parçalanmır. Kim Azərbaycan şairidir? Məmməd Araz. Hansı Məmməd Araz? Görkəmli. Bu da olacaq təyin. Sadəcə burada düzəltmə sifətlə ifadə olunub. Bu sualın izahına baxaq. Nümunələrlə bağlı uyğun fikirləri müəyyən edin. Baxın, bizə uyğun fikirləri deyir. Baxaq. Əski kitabları araşdırıb qocaman bir kitab aldım. Cümləsində zərfli ifadə vasitəsi feili bağlamadır. Baxaq, nə etdim? Aldım. Nə aldım? Kitab. Tamamlıq. Qocaman təyin. Necə? Nə tərzdə əski kitabları araşdırıb. Baxaq. Burada görürsünüz uşaqlar. Ib feili bağlama şəkilçisi var. Amma feili bağlama özündən əvvəl sözləri toplayıb və tərkib əmələ gətirib. Yəni feili bağlama yox, feili bağlama tərkibi olmalıdır. Feili bağlama tərkibi olmalıdır. Yanlışdır, amma burada doğrudur. Deməli, bu uyğun deyil. Biri çıxırıq. Yeyərsən qəzetini, görərsən ləzzətini cümləsində tamamlıqlar söz birləşməsi ilə ifadə olunub. Baxın, nə edərsən, yeyərsən, nəyi, qaz ətini, nə edərsən, görərsən, nəyi, ləzzətini. Birinci tərəfi düzdür. Söz birləşməsi ilə ifadə olunub. İkinci növ təyini söz birləşməsidir qaz əti. Amma ikinci tərəfindəki ləzzətini sözü isə söz birləşməsi ilə ifadə olunmayıb. Deməli, ifadə olunub. Bu yanlışdır, burada da yanlışdır. Hər ikisi eyni olduğu üçün 2-ni götürdük. 2 uyğun fikir olaraq. Onu təbiət qocaltmışdı cümləsində 3 fərqli nitq hissəsi ilə ifadə olunmuş 3 fərqli cümlə üzvü var. Baxaq, nə etmişdi? Qocaltmışdı xəbər. Nə qocaltmışdı? Təbiət. Kimi? Onu. Baxın, 3 fərqli cümlə üzvü var. Amma baxaq, 3 fərqli nitq hissəsi varmı? Onu olacaq əvəzlik, təbiət, isim, qocaltmışdı feil. Baxın, doğru fikirdir. Burada doğrudur, burada doğrudur. Deməli, hər ikisi eyni olduğu üçün 2, 3'ü də götürdük. Dünyada istedad, hər böyük hünər daima vərdişlə inkişaf edər nümunəsində baş üzvlərdən biri həm cinsdir. Baxaq, nə edər inkişaf edər? Nə inkişaf edər? İstedad, nə hünər. Baxın, mübtədalar həmcinsdir. Amma baxın, baş üzvlərdən biri doğrudur. Amma burada yanlış deyil. Deməli, bu uyğun deyil. 4'ü çıxdıq. Tək hərfdən səs çıxmaz cümləsində ikinci dərəcəli üzvlərdən təyin tamamlıq işlənmişdir. Baxın, əldən tamamlıq olacaq. Təkdə təyin olacaq. Amma işlənmişdir. Doğrudur, amma bizə burada yanlış deyib. Deməli, olacaq. Bu da uyğunsuz. Yəni uşaqlar, bu testdə necədir? Baxın, yanlışdırsa qabağında yanlış yazılmalıdır. Doğrudursa qabağında doğru yazılmalıdır. Cavabımız 2, 3 C bəndi. Digər sualımızın izahına keçək. Nümunədə buraxılmış durğu işarələrini müəyyən edin. Vasitəsiz nitqdir bu. Deməli, o
Bu təbəssümə qarışmış kədəri sezə bildi. Yox əzizim, dedi. Heç bir şey olmayıb. Deməli, vasitəsiz nitqimiz dialoq şəklində verilib. Dialoq şəklində veriləndə tirelərdən istifadə olunur. Baxaq. O bu təbəssümə qarışmış kədəri sezə bildi. Qoşa nöqtə. Qoşa nöqtə. Yox əzizim, baxın, yox təsdiq ədatı olduğu üçün hər iki özündən sonra vergül qoyulur. Əzizim modal sözü olduğu üçün və modal söz cümlənin ortasında gələrkən hər iki tərəfindən vergül qoyulur. Qoyaq. Baxın, dedi müəllifin sözüdür. Müəllifin sözü ortada gələndə hər iki tərəfindən vergül tire qoyulur. Hər iki tərəfindən vergül tire. Deməli, bir dənə vergülümüz var, bir dənə tire qoyuruq bura. Sonra vergül tire qoyuruq. Heç bir şey olmayıb. Baxın belə. Deməli, burada da tire qoyuruq. Çünki başlanğıcda. Çünki dialoq şəklində verilib. Deməli, cavabımız olacaq 1, 2, 3, 3 vergül, 3 tire qoşa nöqtə. Qoşa nöqtə 3 vergül, 3 tire. Cavabımız B bəndi. Uşaqlar, burada o əvəzliyindən sonra əvəzlik gəldiyi üçün ondan sonra vergül işarəsi qoyulmur. Digər sualımızın izahına keçək. Fikirlərin hər üçünə uyğun gələn sözü müəyyən edin. Köməkçinin kisəsi kimi cümlədə arzu mənasını bildirir. Baxın, arzu mənasını bildirir. İsim kimi işlənir. Köməkçinin kisəsi kimi sadədir. Baxın, testi tez həll etmək üçün arzu mənasını bildirir. Baxın, birinci buna baxaq. Arzu mənasını bildirir. Deməli, buradan düzü çıxırıq, artığı çıxırıq, hərgaha çıxırıq. Çünki arzu mənasını bildirmir. İndi baxaq digər şərtə. İsim kimi işlənir. Baxın, barı sözü isim kimi işlənir. Yəni, hasar mənasında olur. Hasar mənasında olanda isim kimi işlənir. Doğrudur, amma kaş sözü isim kimi işlənmir. Köməkçinin kisəsi kimi sadədir. Doğrudur. Cavabımız B bəndi olur. Bundan əlavə uşaqlar, barı sözünə baxaq. Barı sözü vurğusuna görə mənası dəyişən sözdür. Yəni, omoqrafdır. Omoqraf. Əgər vurğu birinci hecadadırsa, barı deyiriksə, bu olacaq arzu ədatı. Yox, əgər barı deyiriksə, barı. Burada hasar mənasında olur və isim kimi işlənir. Burada digər sözlərində, məsələn, amonimliyinə baxaq. Düz sözünə baxaq. Baxın, düz sözü. Düz sözün müxtəlif nitq hissələri kimi amonim olur. Məsələn, düz isim kimi ola bilər. İsim kimi, məsələn, deyirik ki, yayda düzlər yaşıllığa bürünmüşdü. Düz sözü fiil kimi ola bilər. Məsələn, qabları yerinə düzdü. Sonra zərf kimi ola bilər. Məsələn, deyirik ki, o düz danışırdı. Sonra ədat kimi ola bilər. Deyirik ki, düz qapının ağzında dayandı. Bir də sifət kimi olar. Sifət kimi də olanda isimdən əvvəl gələr. Məsələn, düz söz acı olar. Bu oldu düz sözünün amonimliyi. Baxın, 1, 2, 3, 4, 5. 5 kisəsi ilə amonimlik təşkil etdi. Artıq sözü də həmçinin uşaqlar, artıq sözdə amonim ola bilər. Bunu əlavə qeyd kimi deyim. Baxın, artıq sözdə amonim kimi işlənə bilir. Birinci olacaq sifət. Baxın, deyirəm ki, artıq söz baş bəlasıdır. Artıq sözü ədat kimi işlənə bilər. Artıq məsələni, artıq sözü ədat kimi məsələn deyirik ki, artıq o danışığını bilmirdi. Burada olacaq ədat. Sonra belə sifətlə ədat kimi işlənə bilər artıq sözü. Hərgah sözü də
yalnız bağlayıcıdır. Burada hərgah sözü də uşaqlar. Sadə olmayacaq düzəltmədir. Mürəkkəb bağlayıcıdır. Baxın, hər və gah sözlərinin birləşməsi ilə yaranıb mürəkkəb bağlayıcıdır. Digər sözlər isə kaş, barı, düz, artıq hər biri sadə sözlərdir. Sadə. Xəbərli sadə cümləni müəyyən edir. Baxın, sadə cümləni soruşur bizdən. Baxaq. Onlar az-az görüşərdilər, ancaq söhbətləri uzun çəkərdi. Nə edərdilər görüşərdilər? Kim? Onlar. Nə edərdi? Uzun çəkərdi. Nə? Söhbətləri. Baxın, hər iki tərəfin öz ayrılıqda qrammatik əsası malik olduğu üçün, yəni hər iki tərəfin qrammatik əsası olduğu üçün bu sadə cümlə yox, olacaq mürəkkəb cümlə. B bəndinə baxaq. Balacalar evcik qurur, uçurur, hərdən də mübahisə edirdilər. Baxın, nə edir? Qurur. Nə edir? Uçurur. Nə edir? Mübahisə edirdilər. Kim? Balacalar. Baxın, 3 xəbər bir mübtədadan asılıdır və xəbərlərin hər biri həm cinsdir. Yəni sadə cümlədir və bütün xəbərlər həm cinsdir. Cavabımız olacaq B bəndi. Kəndimizi, evimizi, orada keçən uşaqlıq illərini xatırlayıram. Bu tamamlıq həm cinsdir burada. C-ni çıxırıq. Səslənir yamaclar, dağlar, dərələr. Burada mübtədalar həm cinsdir. Şərqli qızlara məxsus qara, dərin, atəşli. Burada isə təyinlər həm cinsdir. Yerində çıxdıq. Verilmiş nümunələrdən sifətin dərəcələrini işlənmə ardıcıllığına görə müəyyən edin. Adi dərəcə, çoxaltma, azaltma dərəcəsi və çoxaltma dərəcəsi. Baxaq indi. Azərbaycan təbiətin yaratdığı möcüzəli bir diyardır. Baxın, burada sifəti tapaq birinci möcüzəli sözü. Baxın, möcüzəli sözündə heç bir dərəcə əlaməti yoxdur. Onun üçün də bu olacaq adi dərəcə. Deməli, olacaq adi dərəcə. Vətən oğullarımız düşməni əzmək üçün zirvəsi dümağ. Baxın, dümağ olacaq çoxaltma dərəcəsi. Söyüd çubuğuna keçdiyi balıqların pulcuqları gümüştəhər idi. Gümüştəhər də olacaq, baxın, təhər hissəcəyi olub. Olacaq bu da azaltma dərəcəsi. Deməli, adi, çoxaltma, azaltma. 1, 3, 2. 1, 3, 2. 1, 3, 2. Cavabımız A bəndi. Deməli, bu sualın izahından baxaq. Eyler-Venn diaqramına əsasən verilmiş təsriflənən feillərlə bağlı doğru fikirləri müəyyən edin. Baxaq. Deməli, gəzməlidir sözünün kök və şəkilçi ayırsaq, gəz sözünün kökü, malı məli vacib şəkli, dir də xəbərlik şəkilçisi. Gəzəsidir. Deməli, bu oldu vacib şəkli. Gəzəsidir. Gəz sözünün kökü, ası, əsi burada olacaq lazım şəkli, dir də olacaq xəbərlik şəkilçisi. Bu da olacaq lazım şəkli. Baxaq, başlanğıc formadadır. Bizə doğru fikirləri müəyyən edin deyir. Başlanğıc formadadır. Bu yanlış. Çünki başlanğıc formaya qrammatik şəkilçi daxil deyil. Deməli, 1-ə çıxdıq. Təsriflənməyən feil kimi düşünülsə, ismi xəbər ola bilər. Təsriflənməyən feil kimi deyirsə, deməli, bu feili sifəti nəzərdə tutur. Feili sifət. Bu doğrudur. Məsələn, biz bunu nümunə kimi deyə bilərik ki, bu yerlər gəzməlidir. Feili sifət kimi olanda ismi xəbər olur. Deməli, cavabımız 2-ni götürürük. Ortaq olaraq deyib ki, inkar forması 2 vasitə ilə yaradıla bilər. Bu, vacib şəklində doğrudur. Yəni, inkarı həm mamə ilə, inkarlıqla düzəlir, həm də deyillə düzəlir. Ancaq, lazım şəklinə bu ortaq kimi götürülə bilməz. 2 qrammatik şəkilçi var. Doğrudur. Baxın, inkarı yalnız deyil sözü ilə düzəlir. Bu doğrudur. Çünki lazım şəklinin inkarı yalnız deyillə düzəlir. Yəni,
məmənən düzəlmir. Yalnız deyillə düzəlir. Gələcək zaman məzmunu bildirir. Bu da ortaq cəhət kimi olmalı idi. Cavabımız oldu 2, 4, 5. D bəndi. Bu sualın izahına baxaq. Müqayisə cədvəlinə əsasən yanlış fikirləri müəyyən edin. Baxın, yanlış fikirləri müəyyən edin. Sıxılırdı. Gəlin bunu hissə-hissə baxaq. Sıxılır sözün kök və şəkilçi ayırsaq, sıx sözün kökü, sıxılmaq leksik şəkilçi, indiki zaman, da idi hissəciyi. Deməli, sıxlaşdıq, sıxıcıdır, sıxlıq sözlərindən yalnız biri ilə eyni köklülük əmələ gətirir. Baxın, eyni köklülükdir. Biz indi bilmirik ki, burada sıx feildir ya sifətdir. Bunu tapmaq üçün sözün kökündəki şəkilçini, baxın, şəkilçisini kökü amonim olmayan başqa bir sözə artırın. Məsələn, bax sözünü artırın. Baxıldı. Görürsünüz, baxıldı sözünü artırmaq olur. Deməli, buradakı sıx sözü sifət yox, feil olacaq. İndi digər sözlərə baxaq. Baxın, sıxlaşdıq sözü laş şəkilçisini başqa bir sözə artırsaq, məsələn, yaxşılaşmaq. Yaxşılaşmaq. Deməli, burada yaxşı sifətinə artırılıb. Deməli, burada sıx sifətdir. Sıxıcıdır. Baxın, ıcı şəkilçisini, məsələn, görücü artıra bilirik. Deməli, burada sıx feildir. Burada sifətdir. Burada feildir. Sıxlıq sözündə lıq isimlərə artırılır. Burada isə olacaq sifət. Deyək ki, sözlərindən yalnız biri ilə eyni köklülük əmələ gətirə bilir. Buna baxaq. Deməli, sıxılmaq feil oldu. Sözün kökü feildir. Sıxlaşmaqda sifət, sıxıcıdır, baxıcı, feil. Doğrudur. Baxın, yalnız sıxıcıdır sözü ilə eyni köklülük əmələ gətirir. Amma bizə yanlış fikirləri deyir. Deməli, bu doğru olduğu üçün bunu çıxırıq. Sonra 2-yə baxaq. Kökü feillə amonimdir. Köməkçi söz hissəciklə işləmişdir. Kökü zaten feildir. Yəni, sıx feilindən yaranıb. Yəni, feillə yox, sifətlə amonim olmalı idi. Sifətlə. Deməli, 2-ni götürürdük yanlış fikir olaraq. Deməli, 2-ni götürdük. İndi keçək düzəldilmiş söz sözünə. Kök və şəkilçi ayırsaq, düz sözün kökü düzəlmək, düzəltmək, düzəldilməkdir. Baxın, belə olur. Baxaq, tərkibində 3 leksik şəkilçi işlənmişdir. Baxın, doğrudur. 3 leksik şəkilçi. Amma bizə şərt nə deyir? Yanlış fikir müəyyənləşdirin. Deməli, 3-ü götürmürük. 3-ü çıxırıq. Kökü, düzgünlük, düzdürmək, düzülür sözlərindən yalnız birinin kökü ilə amonimdir. İndi buna baxaq. Baxın, düzəldilmişdir sözünün kökü. Hansının hissəsidir? Baxın, düz. Bilmirik biz burada sifətdir, yoxsa feildir. Baxaq, şəkilçisini başqa bir sözə artıraq. Məsələn, qaralmaq sözünü artırsaq, burada baxın, qara sifətinə artırılır. Deməli, burada düz sifətdir. Yəni, feil deyil, burada sifət olacaq. İndi bunlara baxaq. Düzgünlük sözü, baxın, burada olacaq düzgünlük sözü. Gün şəkilçisini başqa bir sözə artırır. Məsəl üçün, ölgün. Öl hansının hissəsidir? Sifət, feil. Deməli, burada düzgünlük sözünün kökü də feildir. Düzdürmək, baxın, düz şəkilçisini başqa bir sözə artırır. Məsələn, baxdırmaq. Deməli, burada düz sözü feil olacaq. Düzülür sözündə ül şəkilçisini başqa bir sözə artıraq. Məsələn, baxılır. Deməli, olacaq feil. Deyir ki, yalnız birinin kökü ilə amonimdir. Yalnız birinin yox, ikisinin, yəni düzdürmək və düzülür sözlərinin kökü ilə amonimdir. Deməli, bu yanlışdır. 4-ü götürdük. 2, 4. İndi ortaq cəhdlərə baxaq. Feili xəbəri ifadə vasitəsi olur. Bu doğrudur. Yəni, doğru bunu götürmürük. Feili xəbər şəklindədir. Doğrudur. Keçmiş zamanda işlənib. Baxaq. Feili xəbər şəkli. Xəbər şəklinin
göstəricisi zaman şəkilçisidir. Baxın, hər ikisində zaman şəkilçisi işlənib. Sıxılırdı, indiki zamandadır. Düzəldilmişdi, baxın, miş şəkilçisi işlənib, bu isə keçmiş zamandadır. Deməli, cavabımız 6-da götürürük. 2, 4, 6. Hansı sözlər düzgün yazılmışdır? Baxaq, son beşik doğrudur, bitişik yazılır. 1. Nəyinki? Bu yanlışdır. Düzgün yazılış belə olmalı. Nəyinki formasında olur. Y olmur. Ultra səs yanlışdır. Bitişik yazılmalıdır. Firuzə yanlışdır. Firuzə ilə yazılmalıydı. Tərxis olunma doğrudur. 1, 5. Hospital doğru yazılıb. Doğru cavabımız 1, 5, 6. Nümunədəki sözlərin morfoloji təhlilində yanlış fikirləri müəyyən edin. Yanlış fikirləri müəyyən edin. Azərbaycan ədəbi dili, tarixi mədəniyyət tarixi. Azərbaycan ədəbi dili tarixi, mədəniyyət tarixinin dəyərli bir hissəsi kimi xalqımızın uğurla qoruyub saxladığı mədəni hadisələr tarixidir. Baxaq, yanlış fikirlər müəyyən edin deyir. Həm sadə, həm də düzəltmə sifət işlənmişdir. Baxın uşaqlar, ədəbi sözü düzəltmə sifətdir. Tarixi mədəniyyət, burada tarixi düzəltmə sifətdir. Dəyərli düzəltmə sifətdir. Başqa, baxaq, sadə sifətə. Bax, mədəni də olacaq sadə sifət. Deməli, bu doğrudur, amma bizə yanlış deyir. Bunu götürmürük. Müəyyən yəlik halda olan 3 isim işlənib. Müəyyən yəlik halda olan 3 isim. Baxaq. Mədəniyyət, baxın, tarixinin müəyyən yəlik haldadır. Bir də xalqımızın, bax, 2 isim işlənib, amma bizə burada deyir ki, 3 isim işlənmişdir. Deməli, 2 yanlışdır. 2-ni götürdük. Fe'lin təsvirlənməyən formalarına aid sözlər var. Baxaq. Baxın uşaqlar. Qoruyub saxladığı. Burada olacaq. Bu fe'li sifət. Qoruyub isə olacaq fe'li bağlama. Deməli, doğrudur, amma bunu götürmürük. Köməkçinin kisələrindən qoşma və bağlayıcı işlənib. Baxaq indi. Qoşma və bağlayıcı. Qoşma, baxın, bir hissəsi kimi burada qoşmadır, amma bağlayıcı işlənməyib. Buradakı la da uşaqlar qarışdırmayın. Bu da zərf düzəldən leksik şəkilçidir. Oxurla, zərf düzəldən leksik şəkilçi. Deməli, 4-ü də götürmürük. Düzəltmə zərf var, bu da doğrudur. Cavabımız olacaq 2 və 4. 2 və 4. Burada qoşma işlənmişdi, amma bağlayıcı işlənməmişdi. 2 və 4. Sadə cümlənin şəxsə görə növlərinə əsasən nümunələrin uyğunluğunu müəyyən edin. Bağımızdakı nəhəng ağacları kəsdilər. Baxın, kəsdilər xəbəri. Deməli, burada hərəkət və hökm müəyyən bir qrup tərəfindən icra olunur. Onun üçün bu olacaq qeyri-müəyyən şəxsli cümlə. Mübtədası da yoxdur. Uşaqların çığır bağırına əhəmiyyət verilmədi. Burada əhəmiyyət verilmədi. Baxın, bu olacaq şəxssiz cümlə. Çünki mübtədası yoxdur, təsəvvür etmək olmur. Şəxsi cümlə. 3-cü, igidliyi qiymətləndirərlər. Burada mübtəda yoxdur. Ümumi, yəni hamıya aiddir. Bu olacaq ümumi şəxsi cümlə. İndi baxaq. Orduda yeni bölüklər yaradıblar. Baxın, nə ediblər yaradıblar? Burada bölüklər uşaqlar çaşdırmayın. Burada mübtəda olmur, tamamlıq olur. Baxın, bu olacaq qeyri-müəyyən şəxsi cümlə. Çünki hərəkət və hökm müəyyən bir qrup tərəfindən, qrup şəxs tərəfindən icra olunur. Deməli, birə A-nı yazırıq, qeyri-müəyyən şəxsi cümlə. 2. Nümayəndə heyətinin növbəti toplantısı olacaqdır. Burada olacaqdır müstəqil xəbər olur. Çünki məsələn, olacaqdır sözünü baş tutacaqdır sözünün əvəz eləyə bilirik. Baş verəcəkdir. Deməli, toplantısı da olacaq mübtəda. Deməli, burada cümlənin xəbəri və mübtədası var. Bu olacaq müəyyən şəxsi cümlə. Heç birinə aid deyil. Aydın bir yaz səhəri idi. Bu olacaq şəxssiz cümlə.
Ölkələrarası müqavilələr yeniləndi. Nə etdi? Yeniləndi. Nə müqavilələr? Mübtəda və xəbər var. Onun üçün götürürük müəyyən şəxsi cümlə. Azərbaycanın hər yerində qonaqpərvərliklə qarşılaşırsan. Baxın uşaqlar, bu olacaq ümumi şəxsli cümlə. Yəni hamı Azərbaycanın hər yerində qonaqpərvərliklə qarşılanır. Ümumi şəxsli cümlə olacaq bu da.